Baltik regionuna qarşı PUA təhdidləri fonunda Almaniyanın müdafiə naziri Boris Pistorius mühüm açıqlama verib. O, Berlinin bu regionu qorumağa hazır olduğunu bildirib. Nazirin açıqlamasında daha bir neçə vacib mesaj var. Təfərrüatı isə məlumatları Berlindən birbaşa bağlantıda olan xüsusi müxbirimiz Günay Məmmədovadan alacaq. Günay, hər vaxtınız xeyirli olsun. Almaniyanın NATO'nun şərq cinahını qorumaqla bağlı hansı planları var? Bəli, Almaniya NATO'nun şərq qanadını müdafiəsini gücləndirir. Müdafiə naziri Boris Pistorius Litvaya səfəri zamanı təsdiqləyib ki, ölkədə təxminən 4800 deməli əskər və 200 mülki işçidən ibarət Alman briqadası yerləşdiriləcək. Qeyd edeyim ki, bu 2-ci Dünya müharibəsindən bəri Almaniyanın öz ərazisi xaricində daimi hərbi bölmə yaratması halıdır. Nazirin sözlərinə görə Rusiya Avropanın və Şimali Atlantik Alyansının təhlükəsizliyi üçün ən ciddi təhdid olaraq qalır. Buna görə Berlin Baltikyanı ölkələrin müdafiəsində aparıcı rol oynayır. Planlaşdırılır ki, briqada 2027-ci ilədək tam döyüş qabiliyyətinə çatacaq və o vaxta qədər briqada müasir texnika ilə tam təmin olunacaq. O cümlədən Leopard 2 tankları, Puma piyada döyüş maşınları, artilleriya və hava hücumundan müdafiə vasitələri. Və qeyd edeyim ki, artıq Litvada infrastrukturun qurulması davam edir. Kazarmalar, ambarlar və hərbiçilərin ailələri üçün yaşayış binaları gözlənilir ki, 2026-cı ilin ortalarına qədər briqadanın sayı təxminən 2000 əskərə çatacaq. Yeri gəlmişkən kansler Friedrich Merz vurğulayıb ki, Litva, Latviya və Estoniyanın təhlükəsizliyi Almaniyanın öz təhlükəsizliyidir. Yəni, yeni Alman briqadası yalnız qarşısına alma və müdafiə məqsədli NATO'nun ümumi müdafiə sisteminin bir hissəsi olacaq və bununla Almaniya aydın siqnal verir. Şərq qanadının müdafiəsi müvəqqəti tədbir deyil, uzun müddətli strategiyadır və Berlin məsuliyyəti öz üzərinə götürməyə və NATO'da əsas rolunu təsdiqləməyə hazır olduğunu bununla göstərir. Belə, mənim çatdıracaqlarım bu qədər. Buyurunsa sizdə. Təşəkkür edirik Günaya. Berlindəki bəzi məsələlərlə bağlı mövqeləri bizə şərh elədi.